Hər kəsə salam. Bu günləri mən peçeniya hazırlayıram. 2 yumurtadan istifadə eləmişəm. Şəkər tozumuzu əlavə edib yaxşı-yaxşı qarışdırırıq və bura smetana əlavə eləyirəm. Onu da yaxşı qarışdıran sonra kərə yağımızı əlavə edirik. Onun ardınca 1 çay qaşığı qabartma, 1 çay qaşığı vanil və 1 çimdik duzdan istifadə edirəm və kakaomuzu bura əlavə edirik. Bunu da yaxşı-yaxşı qarışdırırıq. Təmiz həll olub yaxşı qarışandan sonrasına bura unumuzu əlavə eləyirik. Bu resept mənim öz reseptimdir. Burada mən əvvəl 400 qram un əlavə elədim, sıyıq alındı. Belə də hazırlamaq olar. Onda biraz peçenyelər formalarını yaxşı tutmayacaq, saxlamayacaq. Sonra 100 qram da əlavə etdim. Obşi unun ölçüsü 500 qram oldu. Resepti aşağıda yerləşdirəcəm. Kim istəyərsə baxıb hazırlaya bilər. Biz çox bəyəndik. Belə böyük alınan peçenyelər vəbşə çox rahat, yaxşı oldu, yumşaq oldu, qəşəng oldu, kövrəng alındı. Hardasa biraz pryanik dadı da verir, çox dadlı alındı. Bişirin, hazırlayın, resept aşağıda olacaq. Ola bilər ki, bəyənərsiniz. Və bəzi peçenyeləri ağ şokolada batırdım və sonra da kokosa batırdım ki, ağ ulduz formasında görünsün. Bütün bişirib yeyənlərə nuş olsun.